Salam əziz abituriyentlər. Bugünkü imtahanın ingilis dili suallarının izahına başlayırıq. Həm birinci cümlədə, həm də ikinci cümlədəki sözlər, yəni proud və afraid sözləri həmişə of sözünü ilə işlənir. Cavab olur D variantı 7-də. 8-ci sualda, demək birinci sual cümlə səhvdir, çünki places cəmlədə an article təşkil. İkinci cümlə what an amazing place it is. İkinci cümlə düzdür. Üçüncü cümlədə amazing və places sözləri arasında ya article, işarə əvəzliyi ya da asıl yəlki əvəzliyi olmalıdır, amma yoxdur. Həm də xəbər mübtədadan əvvələ keçib. Bir də dördüncü cümlə. How amazing the place is. Dördüncü cümlə düzdür. Beşinci cümlədə yenə də amazing və place arasında article olmalıydı. Yoxdur amma. Cavab qalır 2 və 4 A variantı. 9-cu sualda expect xəbər 3-cü qrup feillərdən biridir ki, mürəkkəb tamamlıqda özündən sonraki feili to sözünü qəbul edir. Cavab D variantıdır. 10-cu sualda my first day at work was not very good. Mənim məktəbdəki ilk günüm çox da yaxşı değildi. I have made a lot of mistakes. Mən çoxlu səhvlər etmişəm. Cavab B variantıdır. Mistakes sayılan cəmsimdir. Much, little sayılmayan simlərlə işlənir. İlk günü yaxşı getməyibsə az səhv ola bilməz. Veridən də very few yenə də az deməkdir. Bu da düz gəlmir, qalır çoxlu. B variantı. 11-ci sualda next Sunday var. Zaman zərfi next-də gələn next Sunday gələn həftə deməkdir. Gələcək zamanı bildirir. Ən asan formasıdır. Will meet D variantı. 12-ci sual modal feildir. Hasn't to deyə bir ifadə yoxdur. Doesn't have to olmalıydı. Won't be able-ın to'su yoxdur. C variantında hasn't to'su yoxdur. D variantında doesn't have-ın to'su yoxdur. Cavab qaldı Y variantı. 13-cü sualda we got two packages and və burada of var. Ofdan sonra isim də cəmdə, xəbər də cəmdədir və yaxud da cəmdə olan obyekt əvəzliyi xəbər cəmdədirsə, içdən one'dan sonra isim cəmdə olsa da xəbər təkdə olur. No of deyə bir ifadə yoxdur. Every də ofla işlənmir. Həm isim, həm də xəbər cəmdədirsə both qalır. Cavab A variantıdır. 14-cü sual cümləsidir. How many pieces of furniture did you buy? Past simple'dadır. Köməkçi feil keçmiş zamandadırsa əsas feil qayıdır indiki zamana. Bir də ikinci cümlədir. How many pieces of furniture were bought? Nə qədər neçə parça və yaxud da mebel alındı. 2 də düzdür. Üçüncü cümlədə cümlənin axırında xəbər keçir mübtədadan əvvələ. Dördüncü cümlədə isə demək how much, how many-dən sonra birinci isim gəlir, sonra köməkçi feil, sonra mübtəda gəlməlidir. Amma burada köməkçi feil yoxdur. Cavab qalır 1-2 B variantı. 15-ci sual plural nouns cəm isimlərdir. Cavab B variantıdır. Women və trousers. Qadınlar, şalvar. Şalvar da 2 bölünmə hissədən ibarət olub, həmişə cəmdə olan isimdir. 16-cı sualda my friend and his cousin. Dostum və onun kuzəni. Cəmdədir. Baxırıq has təkdə, was təkdə, is təkdə. Birisi dənə cəmliyi bildirən Y variantı var. Have. Our children go to school by bus. Deyirik ki, by sözünün nəqliyyat növlərinin qarşısında ilə mənasında işlənərsə, o zaman artiklesız işlənir. Və ikinci tərəfə artiklesız olan da yalnız A variantı var. Uşaqların məktəbə getməsi artiklesız işlənir. Onların qarşısında article olmur. Ona görə də cavab qalır A variantı artiklesız. Heç birisində article yoxdur. 18-ci sualda as bağlayıcısının arasında həmişə adi dərəcə işlənir. Adi dərəcədə olan bircə dənə D variantı var, short. 19-cu sualda today the weather is fine. Bugün hava qəşəngdir. So, buna görə də the students are going for a walk. Buna görə də şagirdlər gəzməyə getmək istəyirlər. Cavab oldu A variantı. 20-ci sualda demək value dəyər vermək, defend müdafiə etmək. Dəyər vermək sözü defend-ə baxırıq. Demək üstə A-dır. To protect somebody or something against attack.
Kimisə, nəyisə hücumdan qorumaq, müdafiə etmək. 3-ə oldu A. 3-ə A olan bir D variantı var, bir də Y variantı var. Defend müdafiə etmək, daha doğrusu value, dəyər vermək. To think that somebody or something is important. Yəni, düşünürsən ki, hər hansı bir şəxs və yaxud da nəsə bir şey vacibdir, demək ona dəyər verirsən. 3'ə də oldu, daha doğrusu 2'ə də oldu C. 3'ə A, 2'ə C, bu da olur Y variantı. Bir də olur B. To give something, especially money to people is in need. Hər hansı bir şey vermək, xüsusilə də ehtiyacı olan bir insana pul vermək. Cavab oldu Y variantı. 21-ci sualda ilk növbədə baxmaq lazımdır swapda. Swap nədir? Axırda gəlir place və tense. Yer və zaman. Yer və zaman bildirən söz. Demək, yer gəlir 6, at the stadium, bir də for 2 hours, 2 saatdır ki. Demək, axırı qurtarmalıdır 6, 3, 2 ilə. 6, 3, 2 ilə qurtaranda bizdə dənə B variantı var. The boys have been playing at the stadium. Oğlanlar stadionda oynayırlar. Nəyi oynayırlar? Tenisi. Stadium. Daha doğrusu, the boys have been playing tennis at the stadium for 2 hours. Cavab oldu B variantı. 22-ci sualda məhsul növə çevirmək lazımdır. How do you make vanilla ice cream? Sən vanilli dondurmanı necə düzəldirsən? Nəyi vanilli dondurmanı? Bizim tamamlığımız oldu. Vanilla ice cream. Biz də deyirik ki, məlum növlü cümlənin tamamlığı məhsul növlü cümlənin mübtədası olur və do da present simple'dır. Present simple onda məhsulu düzəlir əmizarla. How is vanilla ice cream made? Cavab C variantıdır. 23-cü sualda mətnin sualıdır. Which statement is true according to the passage? Mətnə uyğun olaraq doğru ifadəni seçin. Dahamal is always performed at sunrise. Der ki, dahamal həmişə günəş altında göstərilir. Xeyr, burada var idi ki, ay işığında da göstərilir. C variantında the clothing of the dancers is dark. Elə bir ifadə yoxdur mətnin içərisində. Rəqqasların, yəni rəqs edənlərin geyimi tünd olur. Cavab B variantı burada. Dancers try to break coconuts with their hands. Daha doğrusu B variantı deyil. Deyir rəqqaslar əlləri ilə sındırmağa çalışırlar kokonatı. Xeyr, başlarında sındırırdılar. Y variantı da deyil. Dahamal is a modern type. Müasir növ deyil, bu qədimdən qalma adət-ənənədir. Dahamal combines African and Indian musical traditions. Dahamal özündə qədim Afrikan və Hind adət-ənənələrini birləşdirir. Cavab oldu D variantı 23-də. 24-cü sualda according to the passage, yenə də doğru cavabı. What do the farmers do when their crop is ready? Deyir ki, fermerlər məhsulları hazır olanda nə edirdilər? They pray to God for their crop. Onlar Tanrıya itaət edirdilər, yəni dua edirdilər. Biri birdir. Bir də they bent down in the shape of half ring. Onlar yarım halqa formasında əyilirdilər. Bu da düzdür. Cavab olur 1 və 4. İkinci cümləni də qarışdırmaq olar, amma o rəqs zamanı, rəqsə aid olan bir şeydir. Yəni sırf məhsulla bağlı olan 1 və 4-dür. Yəni başları ilə sındırırdılar, daha doğrusu göyə atırdılar Hindistan cevizini. O rəqsə aid olan bir şeydir. Yəni məhsulla bağlı deyil. Üçüncüdəki ümumiyyətlə düz deyil. Deyir ki, yandırırdılar tovuz quşun lələklərini, yandırmırdılar, paltarlarına taxırdılar. Cavab qaldı 1, 4, C variantı. The city people have kept some African traditions. Yəni özündə bəzi Afrika adət-ənənələrini saxlayıbdı. Bad hunting deyil, çünki pis ovdan sonra yox, yaxşı ovdan sonra, uğurlu ovdan sonra bunu göstərirdilər adətən qədimdə. Refused speaking the Indian language. İmtina etdilər Hind dilindən danışmağı. Xeyr, imtina etməmişdilər. Rejected following Indian customs. Hind adət-ənənələrini belə deyək də əməl etməkdən
əməl etməyi rədd etdilər. Xeyr, onu da etməmişlər. Have settled in Gujarat recently. Son zamanlarda Gujaratda məskunlaşıblar. Ümumiyyətlə bununla da bağlı heç bir məlumat verilmir mətndə. Cavab qalır A variantı. 26-cı sualda is mainly about. Əsasən nə haqqındadır? The traditional dance of the Siri people. Yəni Siri insanlarının ənənəvi rəqsi haqqındadır. 27-ci sualda maintain sözünün sinonimini istəyir. Maintain sözü də qorumaq, saxlamaq mənasındadır. Bu da olur to preserve. 27-ci sualda oldu cavab preserve. 28-ci sualda being the only one of its kind. Yəni öz növünün yeganə, yalnız biri olan, belə deyək də, əvəz olunmazı olan. Bu da uniquedir, əvəz olunmaz sözdür. 28-ci sualda. 29-cu sualda isə deyir ki, complete the sentence by changing at least 2 words according to the passage. Yəni mətnə əsasən ən az 2 dənə söz dəyişin. During the reign of kings Hamal. Burada demək dəyişmək olar. Main sözünü və entertainment sözünü də dəyişmək olar. Məsələn, main sözünü yerinə qoymaq olar primary, basic və yaxud da essential. Sonra entertainment sözünün yerinə də enjoyment də qoymaq olar, amusement də qoymaq olar. Çox sağ olun, bu qədər. Sonuncu sualda essedir. Esseye də ki, hər kəs öz fikri ilə cavab verir. Sağ olun əziz abituriyentlər. Kanalımıza abunə olun ki, daha çox şəxs, daha çox abituriyentlərimiz görsün və faydalansın bu videolardan.